Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 91, 170 marşrutlarından təxmini hardasa 400-500 metr məsafədə çox gözəl, sərgəli, gözəl bir şirin evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Baxın, nəzərinizə çatdırıram. Evin, bax, bura küçəsidir. Geniş küçəsi, bağı, yaşıllığı, ev həqiqətən çox sərgəlidir. Küçəsi də çox sərgəlidir. Gördüyünüz kimi, evin bağı, çöl hissəsi, hasarı ağdır. Ev demək olar, açıq yığılıb da hər şey. Çölü də açıq, içərisi də açıq. Bax, belə hələ bu çöl hissəsidir. Fikir verin, görün, nə səliqə səhman yaradıb ev sahibi. Şəxsi evdir. Hətta belə küçənin qabağı, bu hissələr, hamısı gördüyünüz kimi, hamısı səliqəli səhmanlıdır. Keçən də evin içi ilə tanış olaq. Ev almaq istəyənlər, əsl, gözəl ev istəyənlər sizə ev təqdim edirəm. Baxın, sona qədər izləyin. Ev haqqında bütün məlumatları verəcəm. Evin, bax, xarici görünüşü. Evin gördüyünüz kimi sol hissəsində, bax, burada bulağı, manqalı, özü ev sahibi özü yığdırıb. Bir də döşəməsinə baxın, metlaqlardan yığdırıb, qranit metlaqlardan. Evə ideal vəziyyətdə, evi bütün elə gözəllik verib ki, evə söhbət ola bilməz. İndi içində çəkəcək göstərəcəm. Təmirdə super. Görəcəksiniz ki, ev necə də çox gözəl, şirin, ürəyi yatan, həqiqi ev almaq istəyənlər, gözəl ev istəyənlər üçün ən əlverişli bir evdir. Keçən də evin aşağı hissəsinə birinci tanış olaq. Girən kimi, burada bir aşağıda oturmaq üçün, istirahət üçün. Ev sahibi belə bir gözəllik yaradıb. Döşəməsi istipol. Mətbəx mebeli qalır üstündə. Bu qalır üstə. Bu girəcəkdə bu gördüyünüz kimi, bax, bu şkaf qalır. Mebellər götürüləcək. Nəzərinizə çatdırın. Bəzi elektroniklərdə danışıqdan asılıdır. Gördüyünüz kimi, hörmətli izləyicilər, baxın, bu hissəsi yenə burada bir dəhliz. Burada da keçirsən bir də yataq otağı. Evi elə ideal yığıb ki, ev sahibi özünə təmirlətdirib. Bir dənə nənəmişlik yox. Hər şey qaydasında, hər şeydə nəzər alınıb burada. Burada aşağıda birinci buranın sanuzeli. Təmir qaydasında. Bu hissəsi. Bütün nə varsa artıq əşyalar zadı yığmaq üçün ev sahibi burada bir şərait yaradıb. Görürsünüz. Evə söhbət ola bilməz. Kombo otağı göstərirəm. Bu aşağı ilə tanış olduq. Yuxarıda da 3 otaqdır. Aşağıda da bir zal, studiya, bir də otaq yatağı orta, koridor sistemi. Gördüyünüz kimi hər şey qaydasında. 5 otaq. Buranı da görürsünüz. Yəni ev həqiqətən çox ideal evdir. Həyətdə də belə girəndə adam ürəyi açılır. Qalmışdı. Hələ indi görək içərisi gör necə gözəldir. Keçən də evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Ev sahibi həqiqətən yaradıb da həqiqətən. Gördüyünüz kimi, hörmətli izləyicilər, gözəl ev istəyənlər üçün ən gözəl şəraiti yaradıb ev sahibi. Keçən də evin içinə tanış olaq. Girən kimi, gördüyünüz kimi, evin dəhliz hissəsi. Ev açıq aboylardan, ağ qapılardan istifadə olunub. Evin təmiri yenə idealdır. Bura, gördüyünüz kimi, yenə mətbəx hissəsi. Mətbəx bütün evlərdə olduğu kimi evin içində qalır. Elektronikləri danışmaq lazımdır. Bəzi elektroniklər demirəm. Aşağıda elektroniklər danışıqdan asılıdır. Bura qonaq otağıdır. Evin təmirdə çox sadə, gözəl, ürək açan, açıq və görürsüz laminatlardan istifadə olunur. Sağda burada yataq otağıdır. Solda da bir yataq otağıdır. 3 otaq yuxarıda. Evin təmirinə ehtiyac yoxdur. Gəl, gir, yaşa. Yəni, yaşayışlı ev olsa da ehtiyac yoxdur, hörmətli izləyicilər. Çox gözəl, sərgəli, səhmanlı, şirin ev, bal kimi deyək. Evə söhbət ola bilməz. Gördüyünüz kimi, hörmətli izləyicilər, evin yəni hər şey qaydasında məsafəsi var. Yol, demək, piyada məsafəsi yaxında, hörmətli izləyicilər. Maşın yolu biraz uzaqdır. Yəni, bunu nəzərinizə çatdırım. Amma piyada məsafəsi 4-5 dəqiqə marşrutdasınız.
Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmasına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Sənədi, arxiv sənədi ilə, bələdiyyə sənədinin arxivli arayışı var. Bunu da nəzərdə çatdırım. Kupçaya getmək üçün, almaq üçün ən əlverişli bir, yəni sənəddir. Qayda qanun sənəddir. Qiymət, nəzərdə çatdırım, çox bahada deyil. 5 otaqdır, 125 min start qiymətdir. Yəni, 130 min ev sahibi deyəndə mən 125 ilə təyin elədik. Aşağı indirimdə ev sahibi ilə özünüz danışacaqsınız. Yəni, son sözü ev sahibi deyəcək, hörmətli izləyicilər. Nəzərdə çatdırım, ev həqiqətən çox gözəl yerdə yerləşir, yeri yaxşıdır, nəmişli olmayan ərazidədir, ev gözəlliyinə söz ola bilməz. Yaxşı ev almaq istəyənlər üçün tövsiyə edirəm. 125 min start qiymətdir. Endirimi də birbaşa sahibi ilə görüşəcəksiniz. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alan da xeyir versin, Allah satana da. Amin.